Cari ilin əvvəllərində İranda baş verən kütləvi etirazlar və daha sonra Amerika Birləşmiş Ştatları ilə hərbi qarşıdurma fonunda keçmiş və indiki İran rəsmilərinin Amerikada yaşayıb işləyən övladlarının ölkədən çıxarılması məsələsi gündəmə gətirilib. Hətta xaricdə yaşayan İranlılar bu tələblə müəyyən aksiyalar da keçiriblər. Həmin tələbin nəticəsi olaraq, məsələn, İran Ali Milli Təhlükəsizlik Şurasının o zamanki katibi Əli Laricani'nin qızı Fatimə Ərdəşir Laricani yanvarın sonlarında Atlantada yerləşən Emory Universitetindəki işindən çıxarılıb və İrana qayıtmalı olub. İranın keçmiş vitse-prezidenti Məsumə Ebtekarın Los Ancelesdə yaşayan oğlu İsa Haşiminin macərası isə tamam fərqli istiqamət alıb. Və bugünə qədər də onun Amerika Birləşmiş Ştatlarında başına gələnlər medianın diqqət mərkəzindədir. 2 həftə əvvəl İsa Haşiminin həyat yoldaşı Məryəm Təhmasibinin The Nation jurnalında dərc olunan yazısı və ailənin məhkəmə xərcləri üçün yardım kampaniyasına start verilməsi sayəsində bu mövzu yenidən sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Eyni zamanda İran mediası da məsələni diqqətdən kənarda qoymayıb. Hər şey ondan başlayıb ki, bu il aprel ayının əvvəllərində Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio İsa Haşimi və onun ailəsinin ABŞ-də daimi yaşayış statusunun ləğv edilməsi barədə qərar verib və X platformasındakı sərt tonlu paylaşımında yazıb. Stat, Məsumə Ebtekar 1979-cu ildə Tehranda ABŞ səfirliyinə basqın edən və 52 amerikalını 444 gün ərzində girov saxlayan İslamcı terrorçuların sözçüsü olub. 2014-cü ildə Obama administrasiyası onun oğluna və ailəsinə ABŞ-yə daxil olmaq üçün viza verib. 2016-cı ilin iyununda isə Obama administrasiyası müxtəliflik üzrə immiqrant viza proqramı çərçivəsində onlara qanuni daimi rezident statusu verib. Bu həftə mən onların qanuni daimi rezident statusuna xitam verdim. Və bugün İsa Haşimi, həyat yoldaşı Məryəm Təhmasibi və onların oğlu ölkədən çıxarılmaları ilə bağlı prosedur çərçivəsində ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətindədirlər. Onun ailəsinə heç vaxt ölkəmizdə yaşamaq kimi fövqəladə imtiyazdan yararlanmağa icazə verilməməli idi. Amerika heç vaxt anti-Amerikan terrorçular və ya onların ailələri üçün vətənə çevrilə bilməz. Statın sonu. 66 yaşlı Məsumə Ebtekar doğrudan da 1979-cu ilin noyabrında ABŞ-nin Tehrandakı səfirliyinin ələ keçirilməsində və səfirlik əməkdaşlarının 1981-ci ilin əvvəllərinə qədər girov saxlanmasında əsas fiqurlardan biri olub və hələ o zaman ingilis dilində sərbəst danışa bildiyi üçün səfirliyi nəzarətdə saxlayan dırnaqarası inqilabçı tələbələrin sözçüsü kimi çıxış edib. Həmin vaxtlar o, Meri bacı və Rubio'nun qeyd etdiyi kimi qışqıran Meri ləqəbləri ilə tanınıb. Amma Marco Rubio'nun postunda öz əksini tapmayan bir məqam da var. Məsumə Ebtekarın əri və indi ABŞ-də saxlanılan İsa Haşiminin atası Məhəmməd Haşimi də Amerika Birləşmiş Ştatları diplomatlarını girov saxlayanlar sırasında olub. Sonralar Məhəmməd Haşimi İran Kəşfiyyat Nazirinin müavini vəzifəsinə qədər yüksəlib. Məsumə Ebtekar da Məhəmməd Xatəmi və Həsən Ruhaninin prezident olduqları dönəmlərdə düz 16 il ərzində İranın vitse-prezidenti postunu tutub. ABŞ əleyhinə təbliğat və fəaliyyətin əsas iştirakçılarından biri olan bu İran siyasətçisinin övladı isə rəsmi diskursda böyük şeytan adlandırılan Amerikada yaşamağı və işləməyi seçib. Və indi istər daxildə, istərsə də xaricdə yaşayan İranlılar bu ideoloji siyasi paradoksun nə ilə nəticələnəcəyini diqqətlə izləyirlər. Məsumə Ebtekarın gəlini Məryəm Təhmasibi avqustun 11-də məşhur The Nation jurnalında dərc olunan yazısında 4 aydan artıq davam edən həbs müddətində ailəsinin yaşadığı vəziyyəti təsvir edib. O vurğulayıb ki, özü və həyat yoldaşı universitet müəllimləri olublar. Cinayət keçmişləri yoxdur və Amerika Birləşmiş Ştatlarında qanuni şəkildə yaşayıblar. Təhmasibinin əsas argumenti bundan ibarətdir ki, ailəsi qaynanasının təxminən yarım əsr əvvəl etdiyi hərəkətə görə cəzalandırılır. O, bunu faktiki olaraq qohumluq əlaqəsinə görə kollektiv cəzalandırma kimi qiymətləndirib. Halbuki həmin vaxt özü və ərinin hələ dünyaya gəlmədiklərini vurğulayıb. Ümumən o, özlərindən bir əzabkeş obrazı yaratmağa çalışıb. O cümlədən Amerikanı sevdiyini, bu ölkəni öz vətəni bildiyini qeyd edib. ABŞ hökuməti isə ailənin təqdim etdiyi izahı qəbul etmir. ABŞ Milli Təhlükəsizlik Departamenti bildirib ki, hökumətin mövqeyinə əsasən bu ailənin Amerika Birləşmiş Ştatlarında qalması ölkənin xarici siyasət
və milli təhlükəsizlik maraqları üçün təhdid yarada bilər. Trump administrasiyası həmçinin bildirib ki, Amerika Birləşmiş Ştatlarının ABŞ-yə qarşı düşmən mövqedə olan rejimlərlə əlaqəli şəxslərin ölkədə yaşaması üçün məkana çevrilməsinə icazə verilməyəcək. Amerika Birləşmiş Ştatları hökumətinin mövqeyinə görə məsələ yalnız ailə əlaqəsindən ibarət deyil. Vaşinqton Məsumə Ebtekarın siyasi keçmişini və onun ABŞ səfirliyinin işğalı və girov böhranındakı rolunu əsas amillərdən biri hesab edir. Buna baxmayaraq, İsa Haşiminin ailəsi onların saxlanılmasına və ABŞ-dən deportasiya edilmələri barədə qərara qarşı federal məhkəməyə müraciət edib. Məhkəmə iddiası Texas ştatının qərb dairəsi üzrə federal məhkəmədə qaldırılıb. Əsas tələb ailənin saxlanılmasının qanuni olub-olmamasının araşdırılması və onların azadlığa buraxılmasıdır. Məhkəmə işi hələ də davam edir və 22 avqust 2026-cı ilədək iş üzrə yeni hüquqi proseslərin aparıldığı bildirilir. Associated Press-in hələ may ayında yaydığı məlumata görə, federal hakim müəyyən müddət ərzində ailənin deportasiya edilməsinə mane olan qərar qəbul edib və onların saxlanılmasının qanuniliyinə dair etirazlarının araşdırılmasına şərait yaradıb. Beləliklə, məsələ yalnız siyasi çərçivədə qalmayıb, həm də immiqrantların hüquqları və bir şəxsin ailə üzvünün hərəkətlərinə görə məsuliyyət daşıyıb daşımaması ilə bağlı hüquqi mübahisəyə çevrilib. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti də öz tədbirini əsaslandırarkən Haşiminin anası ilə əlaqəsini və anasının siyasi keçmişini önə çəkib. Bu səbəbdən ailənin və onların vəkillərinin əsas arqumentlərindən biri budur ki, bir şəxsin siyasi fəaliyyəti onun övladına, gəlininə və nəvəsinə avtomatik şəkildə şamil edilə bilməz. Son günlər Məsumə Ebtekarın oğlu və onun ailəsinin işi ilə bağlı geniş diqqət çəkən məsələlərdən biri onların məhkəmə xərclərinin qarşılanması üçün yardım kampaniyasına başlanılması olub. Avqustun 20-sinə qədər bu çərçivədə tələb olunan $50.000 vəsaitin $40.000-dan çoxu toplanıb. Lakin bu kampaniya xüsusən rejimdən narazı olan və xaricdə yaşayan İranlıların etirazı ilə qarşılanıb və onlar prosesin dayandırılması üçün hərəkətə keçiblər. Hazırda GoFundMe saytı üzərindən həyata keçirilən kampaniyanın dayandırıldığı bəlli olur. Həmçinin Məryəm Təhmasibinin qeyd olunan yazısındakı arqumentlər və fikirlər ətrafında müzakirə və mübahisələr geniş vüsət alıb. Bu baxımdan İrandakı 2022-ci il etirazlarında təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir gözünü itirən, sonradan ölkəni tərk edib Kaliforniyada məskunlaşan Rahilə Əmirinin reaksiyası geniş diqqət çəkib. O, Məryəm Təhmasibinin "Mən sadəcə özüm və oğlum üçün Amerikada adi bir həyat istəyirəm" sözlərinə cavab olaraq belə deyib. "Mən və İslam Respublikası hökuməti tərəfindən güllələnən, işgəncələrə məruz qalan, təqib edilən və öldürülən çoxsaylı gənc İranlılar da yalnız bir şey istəyirdik. Öz ölkəmiz İranda özümüz üçün adi bir həyat.